Region məktəblərinin ali məktəblərə qəbul faizi Bakı ilə müqayisədə daha üstündür. Baxmayaraq ki, region məktəblərinin maddi-texniki bazası Bakı ilə müqayisədə kifayət qədər zəifdir. Bu tərs mütənasibliyi nə izah eləmək olar? Bu tərs mütənasiblik deyil, bu mifdir. Bu həqiqətə uyğun deyil. Birinci problem ondan ibarətdir ki, əgər Bakı məktəblərinin təxminən 85% məzunlarının, Bakı məktəb məzunlarının təxminən 85% universitet ali təhsilə sənəd verirsə, regionda bu rəqəm təxminən 45-55%-dir. Yəni, hər 100 nəfər şagirddən artıq biz məzun abituriyent olanların sayı fərqlidir. İkinci məsələ ondan ibarətdir ki, bu statistika təqdim edilərkən həm bu ilin məzunlarına, həm ötən ilin məzunlarına, belə demək olarsa, bir sayla, bir rəqəmlə verirlər. Belə ölçülən təqdirdə və yenə də burada da bir qayda olaraq Bakı məktəblərinin məzunları növbəti illərdə, əgər birinci ildə uğurlu deyirlərsə, ikinci və üçüncü illərdə özünü bir daha sınayırlar. Amma əgər biz müqayisəni məzun sayına görə aparsaq, bir mənalı şəkildə, yəni Bakı-Sumqayıt kifayət qədər çox fərqlənir. Üçüncü yerdə Mingəçevir gəlir. Yəni bu rəqəmlər var. Nəyə görə bu belədir? Bu başqa sual ola bilər ki, nəyə görə Bakı və Sumqayıtın məktəblərinin ümumi məzunlarının sayında onlar daha çox ali təhsilə qəbul olur. Bunun səbəbləri fərqlidir. Onların əsas səbəbləri ondan ibarətdir ki, böyük şəhərlər olduğuna görə orada ali təhsilə meyil daha çoxdur, həm ailədə, həm şagirdin özündə və peşə təhsilinə və orta ixtisas təhsilinə maraq daha azdır. Bu yaxşıdır, yoxsa bu pisdir, bu regionun sosial-iqtisadi tələblərinə uyğundur, yoxsa o tamamilə başqa bir diskussiyanın mövzusudur. Amma mən qeyd etdiyim kimi bu mif mövcuddur, amma bu mifdir. Yəni əgər rəqəmlərə gəldikdə mən vəziyyət qeyd etdiyim kimidir. Niyə Azərbaycanda başqa bir mif mövcuddur, cənab nazir? Azərbaycan vətəndaşlarında ali məktəblərə epidemik bir həvəs var. Elə bil ki, hamı istəyir ali məktəblərə daxil olmaq. Bu tendensiyanın qabağını necə almaq olar? Necə eləmək olar ki, insan neysə peşəkarı olsun, sadəcə ali məktəbə girib, diplom alıb, psevdoziyalılar kontingentini süni sürətə artırmasın. Ali təhsilin kütləviləşməsi mövzusu Azərbaycan üçün unikal problem deyil. Birinci səbəb ondan ibarətdir ki, obyektiv səbəbdir. Biz sizlə müsahibəmizin əvvəlində qeyd etdiyimiz kimi biz bilik iqtisadiyyatı dövründə yaşayırıq. İkinci səbəb ondan ibarətdir ki, ali təhsil daha əlçatan olubdur. Və yenə də Azərbaycanda da bu belə olubdur. Biz müqayisə eləsək, Sovet İttifaqı dövründə biz ildə Azərbaycan ali təhsil məktəblərinə təxminən 16.000 tələbə qəbul edirdilər. Hal-hazırda Azərbaycanda bu rəqəm təxminən 33.000-ə yaxındır. Və təhsil almaq insanın konstitusion hüququdur və bu hüququn reallaşmasında mən təhsil naziri kimi və yaxud vətəndaş kimi hər hansı bir problem görmürəm. Burada biz gördüyümüz problem nədir və buna biz addım atmışıq? Problem odur ki, ali təhsilə niyyəti olan insan minimal bilik səviyyəsinə malik olmalıdır. Və məhz bu səbəbdən Təhsil Nazirliyinin təşəbbüsü ilə 2015-16-cı tədris ilindən ali təhsilə qəbulun minimal balı endirilməyibdir və dəyişilməyibdir və bununla bağlı bizim gələcəkdə də siyasətimiz bir mənalı olacaqdır. Son illər ərzində dərsliklərin hazırlanması prosesində biz bir sıra dəyişikliklər etmişik. Bütün bu dəyişikliklərin yeganə məqsədi var, hazırlanan dərsliklərin keyfiyyətinin artırılmasına nail olmaq. Dəyişikliklər nədir? Birincisi və ən mühüm dəyişiklik ondan ibarət olub ki, biz dərsliklərin seçim mərhələsində qiymətləndirmə prosesini tam açıq etmişik və bunu Təhsil Nazirliyindən əlavə olaraq digər qurumların bu işə cəlb edilməsinə nail olmuşuq. Bu öz-özlüyündə yaxşı bir xəbərdir. İkinci çox böyük və hal-hazırda tətbiq etdiyimiz yanaşma ondan ibarətdir ki, biz bütün dərslikləri, hazırlanma prosesində olan dərslikləri və həmçində artıq istifadədə olan dərslikləri ictimai rəy üçün və açıq elan etmişik. Və sadəcə olaraq elanla etməmişik, biz xüsusi portal yaratmışıq, dərslikləri orada yerləşdirmişik.
sahəsi üzrə olan mütəxəssis, müəllim, valideyn, jurnalist, yazıcı, riyaziyyatçı əgər dərsliyin məzmununa görə onun hər hansı bir tövhəsi, fikri, təklifi varsa və o onu bölüşürsə, bu dərsliyin qiymətləndirilmə və hazırlanması prosesində istifadə olunur. Nəyə görə biz bu yola gedirik? Çünki mən bir daha vurğulamaq istəyirəm ki, dərslikləri yaradan Təhsil Nazirliyi və Təhsil Nazirliyinin işçiləri və məmurları deyil. Dərslikləri yaradan bizim alimlərimiz, müəllimlərimiz, müəlliflərimizdir. Bir ildən çoxdur ki, biz hökumətə qərar layihəsi təqdim eləmişik. O qərar layihəsi ehtiyat dərsliklərinin hazırlanması barədə təxminən belə adlanır. Onun fəlsəfəsinə əsasən o qərar qəbul olunduğu təqdirdə Təhsil Nazirliyinin səlahiyyəti yaranacaq ki, hər bir fənn üzrə və yaxud ehtiyac duyduğumuz hər bir fənn üzrə biz ehtiyat dərsliyi yaradaq.